Salam, hər vaxtınız xeyir. Sizləri Şəfa stadionundan salamlayıram. Region Liqasının 3-cü turunda meydanın sağ tərəfində İstiqlal futbol komandası öz evində Aksu City komandasını qonaq edəcək. Hər iki komandaya uğurlar arzu edirik. Məhsulda bir qarşılaşmanın keçməyini arzulayırıq. Hər iki tərəf üçün. Şəfa stadionunda bir daha xatırladaq. Region Liqasında 3-cü tur Aksu City kollektivi ilə İstiqlal komandası üzrə gələcək. Arada bir görüş bizi gözləyir. Artıq hər şey hazırda meydanın sağ tərəfdə biz Aksu kollektivinin, sol tərəfdə isə İstiqlal komandasını görürük. BFM-nin start ilə də qarşılaşma artıq start götürməlidir. Məsələn, Aksu komandasının bu mübarizədə, bu qarşılaşmada start heyəti belədir qapıda. 3 nömrəli Şamil Abbaszadə, 5 nömrə Yirməksin Seydəliyev qarşılaşmada start götürdü. Və qarşılaşma artıq start götürdü. Hər iki komandaya bir daha uğurlar arzu edirəm. Mətin Əbilsoy, Elnur Səmədov, Gökhan Qartal, İsmail Qəmbərov, Rəhim Cəfərov, Samir Əliyev. Hal-hazırda qarşılaşmanın ilk hücumu qurulur. Salayev. Meydanın sağ çınağında Aksu komandasının hücumuna şahid etdik. Müdafiə gözəl blokladı. Messi hücumun qarşısını kesti. Asif Əhmədov yetişsə də bir standart vəziyyət qazandırır rəqibə. Kartala qarşı qayda pozulmuşdu. Namik Salayev orada təzyiq var. Zahir Hüseynov topu qopartmağı bacardı və bir hücumda. Topu saxlamağı bacardı bir qədər. Bəli, Aksu City və Ötürməsi Asif Əhmədov idi. Region Liqasında 3-cü tur çərçivəsində Əbülfəzəl Əkbərov Südətdəndi. Aksu kollektivini sol tərəfdə göy forması İstiqlal komandasını görür. Amma topu meydanda saxlamaq mümkün olmadı. Aksu komandası topu daxil edir. Hər iki tərəfdə qarşılaşmada sürətli bir templə başlayıb. İstiqlal futbol komandası məhz öz meydanında Aksu City komandasına qonaq edir. Qarşılıqlı top itkiləri var. Məhz pressinglər qaçınılmazdır bu qarşılaşmada. Bu səfər də Aksu City komandasından top meydanı tərk etdi. Nizami Rızayev hərəkətli qazandırdı. Yaxşı düşünmüşdü Fərid Quliyev, amma daha bir qayda pozuntusu. Şəfa stadionunda mübarizə baş tutur. Bir daha xatırladınız. Aksu və İstiqlal komandaları üzrə Region Liqasının 3-cü tur çərçivəsində komandalar üz-üzə gəlir. Zahir Hüseynov Messi rəqibini izlədi. Fərid Quliyev qarşıladı rəqibi. Messi yarım meydanlarında keçid vermirlər rəqibə, qonaq komandaya. Şimdi kön zərbəsi yerinə yetiriləcək. Asada verə bilər. Qapı qarşısına Eldar Balakişi. Məhz onun üçün rahat bir zərbə idi bu. Həmlə titrətməli Aksu komandasına gəlir. Qapıdan zərbə olmadı demək. Sürətli oynadı məhz Zahir Hüseynova. Qədər top yetişdi. Orada qarşıladılar. Zahir Hüseynov mübarizəni buraxmır. Son müdaxilə Tamerlan Zeynalovdan gəldi. Bu Samir Əliyev daxil etməyə hazırlar.
qarşı. Qarşılaşma yeni başlayıb 0-0 bərabərlik var. Hal-hazırda oyunun ilk 5 dəqiqəsi artıq geridə qaldı. Hər iki tərəfin də sürətli hücumlarına şahidlik etmişik. Qarşılaşmanın geri qalan hissəsində bizi nələr gözləyir? Samrəli tutacaq. İstədiyi kimi Tamerlan Zeynalov məhz hərəkətli qazandıracaq topa. Fərid Hüseynovu gözlədi, düşündü. Sonrasında isə topa toxunan Asif Əhmədov idi. Bir də Asif Əhmədov. Araya Mehdi daxil oldu. Sonrasında məhz Zahir Hüseynov da epizod sonrası yerdə qalır. Əbülfəz Ələkbərov istəyili görsənir. Ardından Zahir Hüseynov da qoşuldu məhz bu mübarizəyə. Mərkəzdə oraya ötürmə. Mehdi Məmmədov da müdaxilə etdi orada, amma məsələ bu müdaxiləsi ilə uğurlu sayılır. Meydanı tərk etdi top, ondan bir top itkisi. Mehdi Məmmədov sürətlidir. Ötürməsi düşüncəsi Zahir Hüseynova, amma məhz müdafiə inamlı oynadı. Region Ligası 3-cü turunda məhz Ağsu City komandasına İstiqlal futbol komandası öz evində qonaq edir. Bu qarşısında bir mübarizə. Rəqib oyunçuda yerdə qaldı, amma hakim davam işarəsini göstərdi. Əbülfəz Ələkbərov müdafiənin gerisinə qədər gəldi, komandasına dəstək oldu. İstiqlal futbol komandası ilə Ağsu City Region Ligasının 3-cü turunda qarşı-qarşıya gəlirlər. Samrəli. Geriyə doğru. Əbülfəz Ələkbərov. Kritik bir müdaxilə etdi, amma Zahir Hüseynova gəlib çatmadı top. Bir qədər ayaq saxladı indi. Zahir Hüseynov. Məhz rəqib komandada olduqca kritik paslar ötürürlər bir-birlərinə. İstiqlal oyuncularında pressingi dayanmır hələ ki. Müdafiənin gerisinə bir top. Bir zərbə Eldar Balakişiyev, ikinci bir zərbə olacaqmı? Son anda Tamerlan Zeynalov özünü çatdırmağı bacardı. İndi isə gün zərbəsi qazanır Ağsu City komandası. Sonradan irəlilədi əqillərdə. Meydan daxil olduğu zaman ümumiyyətlə bütün vəziyyətlər zamanında zərbə satdıracaq. Güclü zərbə koordinə yetirmədi. Hamid Salayevin ötürməsində şans yaxaladı. Belə güclü ama orada yapacaq. Düzgün oynamışdı və keçidi qeyirmədi. Qapı qarşısına bir ötürmə. Bir tərs vuruş. İstədiyi kimi alınmır. Məhz meydanı tərk edir top. Eldar Balakişiyev hərəkətli qazandıracaq topa. Artıq Ağsu City'nin ilk yarının daha doğrusu ilk hissələrində iki qorxuducu hücumu baş tutub. Məhz İstiqlal qapısı qarşısında Asif Əhmədov. Ötürməsi Əbülfəz Ələkbərova. Amma Əbülfəz üçün bu çox sürətli bir ötürmə idi. Topa rəqibə çatmasına imkan vermədi. Əbülfəz onu da hərəkətləmişdi, alınmadı. Qartal. Tərs ötürmə rəqibdən. Məndə təzyiq var deyə bir qədər də. Zahir Hüseynovda təzyiqi buraxmır. Təzyiqin ardı-arası kəsilmir məhz rəqibə. Asif Əhmədov, bu yoldaşı başlamaq olmaz. Zahir Hüseynovun zərbəsi son anda ayaq qoyular. Keçid verilmədi bu hücuma. Bu dəfə təhlükəli gələn tərəf İstiqlal futbol komandası idi. Bir əks hücum şansı, amma bir anlıq anlaşılmazlıq. Komanda yoldaşlar tərəfindən Xeyr-Marafon deyil, Region Ligasının 3-cü turunda İstiqlalla Ağsu City komandasıdır qarşı-qarşıya gələn. Yanlı iş oynadı, bir təzyiq də var idi. Üzr istəyir Ağsu komandası.
bir addım yaxın edib. Artıq onların yaxaladığı ikinci real gol epizodudur. Eldar Balakişev hərəkətli qazandıracaq məhz topa. Ötürməsi uzun oynadı. Asılab. Məhz ünvansız gəldi bu ötürmə. Amma komanda rəqibində pressingi var. Zahir Hüseynov məhz qapıçıya qədər gəldi. Sənan Nəsrov qarşıladı. Ardından Fərid Quliyev. Asif Əhmədov da qoşuldu. Məhz keçid vermirlər çıxışlar etmələrinə rəqibin. Ən azından imkan yaratmırlar rəqibə. Mehdi Məmmədov. Ötürməsi məhz Əbülfəzəl Əkbərovu düşünürdü. Bir qədər ünvansız gəldi bu ötürmə. O meydanda saxlama mümkün olur. Təhlükəli bir əmri ola bilər. İsə əks hücum şansı yaranıb rəqib üçün. Asif Əhmədov keçid vermir. Sona qədər mübarizə etdi. Və məhz sonunda da meydanı tərk etdi top. Ən azından istədiyinə nail oldu. Salam aleyküm, salam, herkese salam. Herkes ekranı beğense çok yaxşı olar. Fərid Quliyevlə oynadı. Instagram hesabında izləyək. Tekrardan Nəsirovla. Sevindiriş gəlsin deyə. Məhz İstiqlal oyuncusu da yerdə qaldı epizod öncəsi. Zəhmət olmasa. Qısa paslarla gəlir Aksu City. Bir ötürməsək Gökhan Kartal. Bir qədər tələsmirlər. Planlı bir hücum qururlar. Qapı qarşısına bir ötürmə. Ünvansız alınır bu ötürmədə. Məhz istədiyi kimi ötürməni etmədi rəqib komandanın oyuncusu. Məhz ünvanlı olsaydı təhlükəli ola bilərdi. Hal-hazırda ilk yarının 12-ci dəqiqəsi geridə qalıb və bərabərlik hökm sürür qarşılaşmada. Qolsuz bərabərlik. Hər iki komanda da tilsimi qırmağı bacarmayıb. Eldar Balakişev təkrardan uzun oynadı. Məhz bu ötən qarşılaşmada da bir qədər problem yaratmışdı. Eldar Balakişevin birbaşa uzun ötürmələri rəqib komandaya qazandırılmış bir top ötürmələri olurdu və onlar da epizod yaxalayırdı. Bu səbəbdən də Eldar Balakişevin bu uzun ötürmələri bir qədər problem yarada bilər. Komandasına bir zərbə və hesab açılır. Aksu City komandası hesabı açır. Məhz sanki eşitlər bizi. Qonaq komanda artıq minimal bir üstünlük təşkil edir. Qarşılaşmada Aksu City 1, İstiqlal futbol komandası 0. Təbii ki də mən az əvvəl bunu izah eləmək istirdim. Qısa ötürmələr məhz gələn Aksu City rahatlıqla epizod yaxalayır. Və məhz Eldar Balakişevin də bu uzun ötürmələri bir qədər komandasına topun gəlib çıxmasına səbəb olur. Asif Əhmədov qısa oynadı məhz Əbülfəzəl Əkbərovu düşünürdü. Tekrardan indi havalanan Fərid Quliyev idi. Topa çatmaq mümkün oldu. Qarşılıqlı top itkiləri var qarşılaşmada. Zeynalov məhz bu müdaxilə bir qədər sərt idi. Elə bu səbəbdən də bir standart vəziyyət qazanır qonaq komanda. Bəli, ağ giyinənlər Aksu City komandasıdır. Məhz mavi giyinənlər isə İstiqlal futbol komandasıdır. Uğurlar, təşəkkürlər. Tamyalan uzun oynadı. Ələkbərovu da havalanmışlardı. Bir qədər istədiyi kimi alamadı indi. Zeynalov meydana daxil edəcək, tadıcı atışını yerinə yetirəcək. Sürətli oynadı. Məhz rəqibə sanki bu hədiyyə idi. İstədiyi kimi alamadı məhz bu ötürmə. Təkrardan istifadə etdilər. Fərid Quliyev, Əbülfəzəl Əkbərov.
Son müdaxilə eləməz, müdafiədən gəldi. İlk goldan sonra qapanmağı bacarıblar. Məhz Ağsu City komandası. Qapı qarşısına ötürmə. Asim Əhmədov. Bir zərbə. Qeyridə qalır. Məhz Nurlan Hacıyevin bu zərbəsi ünvansız alınır. Hesabı bərabərləşdirmək adına. Fərid Quliyevin pressingi tamam edir rəqibə. Ben Kartal çözüm. Müdafiədə çıxışdı amma geriyə çəkildi. Məhz müdafiənin gerisinə bir ötürmə, təhlükəli ola bilər. Sənan Nəsirov çatmalı bu topa. Və məsələ çatdı da istədiyi kimi oldu. Təhlükəni soğuştursa da. Məhz yan hakim, 4-cü hakimimiz. Korner işarəliyir. Bir küz zərbəsi qazanır. Qonaq komanda fərqi artırmaq adına. Bəli, Mehdi Məmmədov oyundadır. Qısa bir paslaşma ilə oynadılar. Aldıcı fəndlər izlədiyi rəqibdən qapı qarşısına. Son anda Ercan Süleymanov. İndi isə daha bir küncdən zərbə yerinə yetirəcək Ağsu City komandası. Xeyirçi bizə verilmir, YouTube-da veriləcək. İstiqlal Futbol komandasının YouTube səhifəsində olacaq qarşılaşmadan bir neçə saat sonra. Ötürmə, qapı qarşısına bir zərbə. İstədiyi kimi alınmadı. Hal-hazırda 1-0'lıq üstünlük təşkil edir qonaq komanda. Ağsu City 1, İstiqlal Futbol komandası isə 0. Daha bir ünvansız ötürmə. Müdafiənin gerisinə bir zərbə yollar Bakişi və məhz hakim da oyunu dayandırmışdı. Zərbəli yerinə yetirən oyuncu olsa da digər gözüm yaxada kimi deydi, məhz bayrağını qaldırmışdı. Yollar Balakişev yenə daha da bir uzun bir ötürmə izlədi onunla. Mehdi qarşıladı. Fərid Quliyev bir qədər yumuşatdı. Ötürməsi Elşan Süleymanov idi. Rızayev. Məhz Nurlan Hacıyevə gəlmədi bu ötürmə. Mehdi təkrardan qazanmağı bacardı. Müdafiənin gerisinə Zahir Hüseynov yerdə qalır. Və penalti. Qarşılaşmada bərabərlik şansı. Məhz az əvvəl Zahir Hüseynova olan bu müdaxilə penalti qazandırdı İstiqlal Futbol komandasına. Bərabərlik gələ bilərmi? Az sonra bu sualın cavabını tapacaq qarşılaşmada. Təbii ki, penalti atışını görək kim dəyərləndirəcək İstiqlal Futbol komandası adına. Mən Əbülfəz Ələkbərovu görəm topun başında. Elə böyük ehtimalladı, bəli, elə özü indirəcək zərbəni. Bərabərlik Əbülfəz Ələkbərovun ayaqlarındadır. Hər dəqiq bir zərbə indirsə bərabərlik gəlir. Üz-üzə duellodan qarşı durmadan qalib tərəfdən. Kavli qapısına diqqətli, rəhmiyyətinin Və göstəriş gəldi Əbülfəz Ələkbərov! Bərabərlik qol gəlir. Əbülfəz Ələkbərov artıq kartlar yenidən paylaşır qarşılaşmada. Əbülfəz Ələkbərovla gəldi bərabərlik qolu. Zahir Hüseynov penaltini qazandı. Əbülfəz Ələkbərov səhv etmədi. Məhz artıq 3-cü oyununda 2-ci qolu da qeydə alır. Ötən qarşılaşmada da qolla yadda qalmışdı Əbülfəz Ələkbərov. Bu qarşılaşmada da məhz penaltidən
Qola gedən yolu yaxşı tapdı. Müdafiənin gerisinə təhlükəli ola bilər. Və bu da ofsayt bayrağı. Qərar verir. İstiqlal futbol komandası ilə hazırda Aksu City komandası qarşı-qarşıya gəlib. Və artıq bərabərlik hökm sürür. Qarşılaşmada Olsa da yazsın. Başlar qədərlər. oynadı və qarşıladılar. Müslüm Seydəliyev yaxşı oynamışdı burada. Nəsirov mübarizəsində qayda pozuntusu qeydə aldı məhz ədalət təmsilçisi. Son bir qədər ayaq saxladı. Görə zərbə Namik Salayev bəli. Hazırda bərabərlik hökm sürür. Başlarında Samir Əliyev. Sonuçta biləmli ola bilər. Samir. Sənan Nəsirov qarşıladı. Ardından Eldar Balakşev. Səliqəsiz alındı. Topu cəld hərəkət. Zarusenov məhz topu ram etməyi bacarmadı. Bu mümkün olmadı. Kart aldı. Təzik var. Bitirmir. Aslında verir Harun Nəcəfov. Bəli, Şəhbaz stadionunda keçirilir qarşılaşma. 1-1. Müdafiənin gerisinə daha bir ötürmə. Yoxdur Rəhim. Qəlbələr ola Məhz bilər. müdafiə özünü yetirməzsə təhlükəli ola bilər. Tamerlan Zeynalov yaxın küncünü bağladı. Nurlan Arşiv çox yaxşı saxladı topu. Zarusenova qol-kiper belə qapısını tərk eləmişdi. Asif Əhmədov qarşıladı. Məhz qapıçının inamlı çıxışı təhlükəni sovuşdurdu öz qapısı qarşısında. Hesab 1-1'dir. Məhz ədalət təmsilçisi bir qayda pozuntusu qeydə alıb. Məhz Aksu City'li oyuncuya qarşı standart vəziyyət yerinə yetirəcək Aksu City qonaq komanda. Bir buran top şansı standart vəziyyət. Gökhan Kartal. Məhz topun başında Gökhan Kartalı mən görəm. 5-6 oyuncu. Oyuncular komandaları. Görmədi. Şlazerov alıb. Nəsirov kapitan. Məhz kapitana yarışan bir hərəkət. Uzaqlaşdırmağı bacarsa da bir qədər təhlükə sovuşmuyor. Bir alda Cəmlə yaxşı alandı. Mehdi alqışlara layiq bir müdaxilə idi bu. Rəqibə kün sərbəsti qazandırsa da məhz kritik idi. Qolun qarşısını qapatmaq adına. Meydandan çıxardı. Korner köşkdən zərbə. İstiqlal futbol komandasının 8 nömrəsi Mehdi Məmmədov. Yerə ötürməklə başladılar. Bir alda Cəmlə. Keçərsə təhlükəli olar. Zərbə çevirdi. Zərbə lazımdır. Asif Əhmədov da qoşuldu məhz presingə. Bir zərbə Asif Məhmədov. Qarşıladı. 4-1-ə yaxalayıblar rəqibi. Təhlükəli ola bilər. Alayıblar. Topun başında Zarusenov. Ötürməsi Asif Əhmədovu keçmədi. Bir bakışım. Məhz Əbülfəzəl Əkbərov da sürətlənmişdi. Yerində bir müdafiə. Özü indirir zərbəni. Məhz golkiper üçün bu rahat bir top idi. Komanda Zegermark bazarı. Az qalsın. Üstün tərəf. Məhz İstiqlal futbol komandası ola bilərdi. Eşiyindən döndülər. Belə görüşlərdə Məhz bu şansın belə bir qədər kəşfiyyat Əbülfəzəl Əkbərov rəqiblərini komandasının gol silahı. almağa çalışırlar. Gözəl hərəkətlər izləyirik biz Əbülfəzəl Əkbərovdan. 2 nəfərə ard-arda keçdi, ötürməsini etdi. Mehdi Məmmədovun zərbəsi bir qədər zəif alandı. Çox yaxşı gətirmişdi topu. Qapının qarşısına qədər ötürməsini etdi amma Mehdi Məmmədov dəyərləndirə bilmədi bu şansı. Kartal. Bir bəzi var. Dinamikə qalır. Əlifində pressingi var. Məhz artıq bərabərlik qolundan sonra daha inamlı bir istiqlal görürük. Elə məhz meydanda görmək istədiyimiz istiqlal budur. Siqnalı evet. Sona qədər mübarizə aparan bir istiqlal. Mübarizəni buraxmayan bir istiqlaldır təbii ki də. Görmək istədiyimiz indi isə müdafiənin gerisinə Vəziyyət yoxdur. Cərbə meydanda. Sənan Nəsirov, kapitan, Tamerlan da qoşuldu. Səmədov Məhz orada çox yaxşı bir mübarizə apardı qonaq komandanın oyuncusu. Əldə top özündə saxlamağı bacardı Eldar Balakşev. Top əlinə buraxdı. Zərbə imkan. Uzaqlaşdırmağı bacarırlar. Məhz Rızayev sonrasında Mehdi Məmmədov. İndi tək başına özü aparır topu. Zarusenov. Təhlükəli ola bilər. Özü mendirəcək zərbəni.
Keçdi rəqibini bir zərbə. Ay ay ay. Nə qaçır əldən? Nə qaçıraq əldən? Bəs üstünlük qolu bu uçur gedir əldən axı. İndi isə topun başında Nurlan Arjiyev gün zərbəsini yerinə yetirəcək. Korner olsa orada topçuların müdafiə edəymişdi. Hesab bir-birdi bir daha xatırladım. Həqiqətən də əfsuslanası bir epizod idi. Qapı qarşısında türmə. Bir zərbə Fərid Quliyev. Ard-arda gəlir. Məhz ünvansız zərbələr. Nə şanslar qaçır əldən. Son bir dəqiqədə. Burada Elmir deyil. Elnur. Hal-hazırda məhz Region Liqasının 3-cü turunda İstiqlal futbol komandası Şəfa stadionunda Aksu City-ni qonaq edir. Sarsenov. Yaxşı düşünmüşdü. Tamerlan Zeynal'dan riski bir hərəkət. Müdafiə boşdu. Əsasib Əhmədovun da bu müdaxiləsi keçmədi. İki oyuncunu gözəl keçdi. Bir zərbə. Eldar Balakişev. Məhz ətdən divar örüb qapıda. Əbülfəzəl Əkbərov. Yenə gözəl hərəkətlər izlədi ondan. Hətta sona qədər mübarizəni itirməyib. Təhlükə ola bilər. Məhz sona qədər mübarizəni apardı. İstədiyinə nail olmağı bacarmadı ama. Ən afsus sonda. Müdafiənin gerisinə. Bu da offside. Bayrağı da artıq havadaydı. Şəfa stadionunda görüş baş tutur. Son dəqiqələr isə yüksək tepkidə keçir. Yəni komandanın həmlələr, cəhdlər izləyirik arxarda. Səngimədən. Eldar Balakişev indi hərəkətli qazandıracaq topa. Görüşü saxladı, oyun bərpa olunmalıdır. Və məhz İstiqlal futbol komandası tapdığı bərabərlik qolundan sonra daha bir inamlı oyun göstərir. Daha bir inamlı oyun tərsi sürür. Və bu da ikinci qolun xəbərçisidirmi? Sarsenovdan top itkisi təhlükəli ola bilər. Bu top itkiləri olmamalıdır bu qarşılaşmada. Məhz əgər qalibiyyət istəyirsənsə. Tac atışını məhz qonaq komanda yerinə yetirəcək. Rəqibi. Məhz Fəridi keçdi. Daməti Nəbi topla qavuşdu. Sağ məsafədən zərbə qalxdı. Zərbəni dəf etməyi bacarır. Məhz alqışlar Eldar Balakişevinə. İndi isə gün zərbəsi qazanır. Qonaq komanda bərabərlik hökm sürür qarşılaşmada. 1-1'lik. Qarşılıqlı qollarla. Zərbə qapı qarşısına. Qapçı yumruqladı. Bir qədər inamsız mübarizə. Tərs bir vuruş. Və məhz bu da gün zərbəsi qazandırır komandaya. Tamerlan Zeynalov axıra qədər mübarizə apardı. Rzayev qarşıladı. Bir zərbə Eldar Balakişev. İkinci bir şans. Eldar Balakişev. Keçid 1-1. Sürətli başladı. Məzzar Hüseynovu düşündü. Əbülfəz qarşıladı. Təhlükəli ola bilər. Top məhz Əbülfəzdədirsə təhlükənin xəbərdarlığı hiss olunur. Özü mendirəcək zərbəni. Son anda müdafiə. Məhz özünü çatdırmağı bacardı. Müdaxiləsini etdi. Fərid Quliyev. Qapı qarşısına türmə. Məhz qapıçının qollarında, əllərində qalıb top. Region Liqasının 3-cü turunda Aksu City komandası ilə İstiqlal futbol komandası qarşı-qarşıya gəlir. Qarşılaşmada bərabərlik hökm sürür. Topladı görənə edəcək davam etməsi Samir Əliyev. Fərid Quliyev qarşısındadır. Rəqibi yaxın küncünü bağlamışdı.
Kartal. Qısa ötürmələrlə məhz qapıya gedən yolu yaxşı tapır. Salayev. Komanda Bir ara ötürməsi Muratça. Rızayev qarşıladı. Məhz Nurlan Hacıyevə gəlmədi top. Təhlükəli ola bilər. İki komanda yolaşı var. Ötürmə mi yoxsa? Can Süleymanovla mübarizəsini izlədik sona qədər. Mübarizəni apardı. Təhlükəli ola bilər. Bir zərbə Eldar Balakişiyev. Yine Eldar Balakişiyev. Yine bir inamlı qurtarış. Real bir gol epizodu idi. Orada Rəhim Naxiyev. Məs artıq 4-cü bu Real gol epizodu idi ki, Eldar Balakişiyev soltdu bunu. Keçid vermədi. Əbülfəzəl Əkbərov. Ötürməsi Asif Əhmədova. Asif sürətlidir. Ötürməsi geridə qalır. Tamerlan Zeynalov. Eldar Balakişiyev də artıq topu sürətlənmişdi. Rızayevlə oynadı. Mehdi Məmmədov. Oynadı burada yine Salayev müdafilə qayda pozuntusudur. Şəfan 4-cü meydancası da bir daha qeyd edək ki, City və İstiqlal Kollegiya. Bir standart vəziyyət. İstiqlal adına zərbəni Sənan Nəsirov kapitan başlatdı. Asif Əhmədov qarşıladı. Ötürməsi Əbülfəzəl Əkbərovun yönündə idi. Çox gözəl keçdi Əbülfəzəl Əkbərov qapı qarşısına. Ötürmə bir tez vuruş. Zahir Hüseynov bu dəldən qaçır. Könc zərbəsi qazanır amma. Məhz zərbə ünvansız alınsa da öz komandasına könc zərbəsi qazandırır. Məhz bu gol ola bilərdi. Əbülfəzəl Əkbərov çox gözəl gətirdi topa. Amma qapı qarşısında Zahir Hüseynov qeyri dəqiq endirdi zərbəni. Əbülfəz havalandırdı. Sol cınağa tərəf amma mümkün olmadı. Rızayev sürətlənib. Rızayev qoparmağı bacardı. Bir hücum şansı da Asif Əhmədov. İstəyirdi qalır. Hakim oyunu dayandırmır. Bu bir qayda pozuntusu deyil. Dedi. Çıxardılar. Bir top itkisi daha. Nurlan Hacıyev. Ötürməsi Mehdiyə. Əbülfəzəl Əkbərov. Çox gözəl hərəkət izlədik ondan daha. Amma nəticə gəlmir, nəticə. Nəticə lazımdır qarşılaşmada. Əbülfəzin sona qədər mübarizəsi həqiqətən də alqışa layiqdir. Buraxmır rəqibini. Keçid vermir rəqibə ki, rahatlıqla məhz hücum qursun. Bu da bir hücumçu üçün çox gözəl bir xüsusiyyətdir məncə. Devam edir. Referinin yanındadır. Solda sanki qeyd edir. Hər şey yaxşı gördüm, mübarizə davam etməlidir. Doğru ötürmə müdafiə qarşıladı. Əməllələr davam etməlidir. Sinan dəyişilir. Rəhim Naxiyev bir qədər Məhz bir qədər ünvansız alındı bu ötürmə. Rəhim Naxiyev. Təhlükəli ola bilər bu hücum cəhdi məhz Ağsu City'nin bərabərliyi pozmaq adına, minimal üstünlüyü qazanmaq adına ehtiyat olmaq lazımdır Mehdi Məmmədov. Yenidən qazanmaq istəyir, amma bu qaydalar çərçivəsində deyil. Ən azından rəqiblər önündədir. Dəqiqə. Eldar Balakişiyev yeni sürəsi bir ötürmə. Samir. Əbülfəz yönündə idi. Yenidən Samir'i düşündü. Sifar idi qarşısında Məhmədzadə. İndi bir ara ötürməsi düşüncə yaxşı ötürmə. Elcan Süleymanov qarşıladı. Qısa bir ötürmə ilə Məsudullah Hacıyev sonrasında. Ötürmənin istiqaməti Mehdi Məmmədova. Zahir Hüseynov gol keyfini belə keçdi. Vurmaq lazımdır. Qarşıladı. İkinci bir şans yaranacaqmı? Qeyri dəqiq alınır. Nə qaçır əldən? Nə qaçır əldən? Zahir Hüseynov az öncə nəyi qaçırtdı?
Baş zərbəsi ilə də uzaqlaşdırdı. Məhz qapıçını keçdi. Solundan komanda. Ən çətini bacardı. Zərbəni dəqiq endirə bilmədi qapıya. Metin Əbilsoy. Metin. İstiqlal çox yaxşı vaxt qapadır özünü bu müdafiədə. Salayev. Məhz Eldar Balakişiyev də bugün çox möhtəşəm oynayır. Salayev. Bu da təkan yaradır inamlı hücumlara. Amma inamlı hücumun yanında gərək dəqiq də zərbələr endirmək lazımdır. It's offside. Xeyr, Ağsu City ilə İstiqlal futbol komandasının qarşılaşması da hal-hazırda. Marafonun qarşılaşması isə təxminən saat səhv etmirəmsə 20:00-da başlayacaq onların qarşılaşması. Onlara da uğurlar arzu edirik. Gülfəz Ələkbərov bu dəfə gericə götürməkdir. Tamerlan Zeynalov. Əzik var, Gökhan topladı, itirmədi. Namik Salayev ötürmək istəyir. Rəqib topu çox qalın. Xeyr, məhz marafonda canlı mən açmayacağım. Ayaqqabını ayağından çıxarmış. Kim açacaqsa artıq onu bilmirəm, məhsuslar olsun. Görüntü. Mehdi Məmmədov. Gözəl qarşıladı. Gökhan onu qarşı kəsdi. Rəqibini keçmək mümkün olmadı. Tamerlan Zeynalov. O da məhz meydanda inamlı oynayan oyunculardan biridir. Qartal. Bir qədər ayaq saxladı da Salayev boşda da onu düşünmüyorlar. Məsələdə oldu. Mənim gördüyümü Qartal da görür. Cəfərov zaten yeni bir Anlaşmazlıq yarandı rəqib. Oyuncularda bir qədər bunu dəyərləndirmək lazım idi. Metin Əbilsoy. Elnur Səmədov meydanda. Tamerlan Zeynalov son anda. Kritik bir müdaxilə. Məhz Tamerlan Zeynalovdan gəldi. Tac atışını yerinə yetirəcək Ağsu City komandası. Nəyim Nahiyev. Gökhan Qartal. Qapı qarşısına bir ötürmə. Məhz Eldar Balakişiyev çıxdı və aldı topu. Uzun bir ötürmə. Zahir Hüseynov sürətlənsə də məhz topa yetişmək mümkün olmadı. Şamil Abbaszadə. Elə birbaşa qapçıda qaldı top. Metin hərəkətlənib yaxşı gördü. Elcan Zeynalov bu sürətidə. Məhz Elcan Süleymanov. Çatmışdı rəqib. Son anda. Topu meydandan çıxarır. Daha bir müdaxilə. İndi tac atışını qonaq komanda yerinə yetirəcək. Qısa bir ötürmələr oynadı. Sonlarına yaxınlaşırıq. Məhz ardından meydanda saxlamaq topu mümkün olmadı. Gün zərbəsini Ağsu City komandası yerinə yetirəcək. Qapı qarşısına bir ötürmə. Zərbə. Həllələri davam edir. Samir Əliyev. Məhz İstiqlal futbolçularından müdaxilə gəlmədi. Meydan rəqibi oynamışsınız. Həmçinin cərimə meydançası. Başla bir zərbə Asif Əhmədov. Son anda bir müdaxilə. Top yenidən rəqib komandadadır. Bir zərbə. Təhlükəli bir zərbə. Qeyridə qalınır. Aspəqlə. Eldar Balakişiyev sürətli oynadı. Mehdi qarşıladı. Ötürməsi Fərid Quliyevə. Necə mübarizə aparır? Fərid Quliyev sona qədər mübarizəsini apardı. Nurlan Hacıyev. Zərbəsi məhz. Yaxud hakimi bayrağı havadaydı. Offside bayrağı havadaydı. Epizod öncəsi. Məhz torlara daxil olan top qol dəyəri qazanmır. Mehdi Məmmədov mübarizəsini sona qədər aparsa da meydanda saxlamağı bacarmadı, özündə saxlamağı bacarmadı topu. Son bir müdaxilə Sənan Nəsirovdan kapitandan. Məhz İstiqlal futbol komandası öz evində Şəfa stadionunda Ağsu City-ni qonaq edir.
Gün zərbəsini yerinə ötürəcək. Aksu City qapı qarşısına ötürmə. Son bir müdaxilə Rızayev və sonrasında Əbülfəzəl Əkbərov sürətlidir. Əbülfəzəl Əkbərov bir qədər gözlədi. Ötürməsini etdi Asif Əhmədov. Ama tərs bir küncə zərbə indirdi, ötürmə etdi. Sonrasında artıq qayda pozulmuşdu. Çox gözəl qurulmuş bir hücum idi, təhlükəli ola bilərdi amma bir pas xətası hücumun qarşısını kəsir. İlk dəqiqə, ilk yarının sonları da qarşılaşmada bərabərlik hökm sürür. Hər iki tərəfində qarşılıqlı qolları ilə. İstiqlal futbol komandası 1, Aksu City 1. Tamerlan havalansa da yetişməyə mümkün olmadı. Əbülfəzəl Əkbərov müdafiəyə dəstəyə gəlmişdi. Çox yaxşı bir müdaxilə idi, yerində bir müdaxilə idi. Təzyiqi rəqib komandanın təhlükə yaratmağına mane oldu. Eldar Balakiyev. Fərid Quliyev davalamışdı, indi isə Əbülfəzəl Əkbərov ram etməyə bacarır. Əbülfəzəl Əkbərov rəqibləri keçir. Tək başını irəliyir. Məhz bir rəqibindən qurtuldu. Gözəl keçdi rəqibini. Təhlükə ola bilər. Qapı qarşısına bir zərbə və gol! Möhtəşəm bir qol idi. Artıq tilsim qırılar. Bərabərlik pozulur qarşılaşmada. Nurlan Hacıyevlə Əbülfəzəl Əkbərov tək başına daşıdı topu. Gözəl bir ötürmə verdi. Nurlan Hacıyev isə bu dəfə bağışlamadı. İstiqlal futbol komandası 2, Aksu City 1. Təbii ki də burada ən böyük rol sahibi Əbülfəzəl Əkbərov idi. Meydanın mərkəzindən tək başına rəqibdən aldı topu. Qapı qarşısına qədər özü daşıdı. Və sonrasında da ötürməsini verdi. Nurlan Hacıyev isə bu dəfə dəqiq bir zərbə ilə məhz torları sarsılmağı bacardı. Sarı vərəqə qarşılaşmadakı iki rəsmi xəbərdarlıq. Və məhz Mehdi Məmmədov Azərbayki müdaxiləsi səbəbilə sarı kart cəzası alır. Bəli, məhz Əbülfəzəl Əkbərovun bugünkü driblingi göz oxşayandı. Amik Salayev. Mehdi, ötürməsi Asif Əhmədova. İkinci qoldan sonra inam yaranır artıq. Zarsenov. Ötürməsi üçün gözlədi Nurlan Hacıyevə. Çevrildi. Ötürməsi məhz Asif Əhmədov idi amma onu düşünürdü. Bir qədər istədiyi kimi alınmadı. Rəqib oyuncuların da müdaxiləsi var idi. Təzyiqi var idi. Bu epizod da istədikləri kimi alınmır. Bir standart vəziyyət yerinə yetirəcək Aksu City komandası. İki hissədə son zətlər, son epizodlar ola bilər. Bəli, ilk yarının elə sonları da 45 dəqiqə artıq sona yetir. Mətin Əbisoy. Asif Əhmədov qarşıladı. Müdaxiləsi var idi. Orta xəttdə gözəl alırlar rəqibdən. Amma ötürmə bir qədər istəklilik alınmır. Məhz Asif Əhmədovun Qapı qarşısına ötürmə. bir zərbə və bərabərlik qolu gecikmir qonaq komandadan. Təşəkkürlər və qarşılaşmada artıq yenidən bərabərlik hökm sürür. Aksu City 2, İstiqlal futbol komandası 2. 2-2 oldu. Çox sevinməyə imkan yaratmadı qonaq komanda. Aksu City komandasında forma ilə rəngdə deyə son məsafəni vermək bir qədər çətindir. İndi məhz, indi müəllifini qeyd etmək olar. İsmail Qəmbərov şırtma zərbə ilə
Aksiyon istiqamətlidir. Başüstü şut izlədik ondan və çox da uğurlu alındı. Asif Əhmədov Üzərindən çox keçmir ki, gözəl bir ötürmə etdi. bərabərlik getirməyə bacardı. Deyəsən komandalar fasilə ilə bərabər şəkildə yollanacaqlar. 2-2. Sənan Nəsirov, Tamerlan Zeynalov düşündü. Əliyev rəqidə mane oldu. Bilmirəm. Fəzəl Əkbərov, Salayev. Tamerlan Zeynalov qarşıladı. Salayev çox qədər varsa aparır. İndi daha bir İstədiyi kimi alanmır bu ötürmə. Gözəl düşünülmüşdü. Onlardan yana. Təzyiq əla idi, amma Rəhim Nağıyev. sonlandırmağı bacarmadı bunu ötürməklə. Bizdə top. Sarsenovla mübarizəsində hakim qayda pozuntusunu qeyd aldı. İndi Əbir Fəzəl Əkbərov sürətli yenidən. Bir qədər tələsməyə lazım deyil. Fərid Quliyev. Sağ çınaqdan ötürməsi qapı qarşısına bir zərbə və gol! Nurlan Əciyev yenidən səhnəyə daxil oldu və komandasını ilk yarıya bərabər getmək şansına bitirir. Bu golla da Nurlan Arciyevin qolu ilə ilk hissənin sonunda İstiqlal futbol komandası minimal bir üstünlüklə dəqiqə başı bir məhz düşür. fasiləyə daxil olacaq. İstiqlal futbol komandası 3, hesabı ilə öndə yollanır. Aksu City 2. İkinci yarıda görüşmək ümidi ilə.